Əziz dostlar, axşamınız xeyir olsun. Sizi Mahmudlarda Yekta Mall Ticarət Mərkəzindən salamlayıram. 16 iyul 2026-cı il saat 9-dur. Havanın temperaturu hardasa 30 dərəcə, 31 dərəcə, gündüzlər 34-35 dərəcə olur. Amma xəbərdarlıqlar çoxdur, rütubət böyük olduğu üçün isti daha çox hiss olunur, daha boğucu olur. Bəli, gündüzlər hər kəs dənizdə olur, çimərlikdə olur, axşamlar gəzintidə. Belə gözəl gəzinti yerlərindən biri də Yekta Mall Ticarət Mərkəzi Mahmudlardadır. Bura həm yaşayış kompleksidir, həm də ticarət mərkəzi. Gördüyünüz bu binalarda satışda mənzillər var. Əgər bu binalarda ev sahibi olub yaşamaq istəsəniz, mənimlə əlaqə saxlaya bilərsiniz. İndi isə buranı gəzəcəyik. Həm də ən əsas məsələ videonu çəkməkdə məqsəd mənim takipçi sayım artıq 25.000-i keçdi. Bu münasibətlə də hər kəsə təşəkkür edirəm. Minnətdarlığımı bildirəm. Artıq 26.000-ə doğru gedirik. Abunə olan, izləyən hər kəsə ayrı-ayrılıqda minnətdaram. Və inşallah gələcək hədəfimiz 30.000 abunə yığmaqdır. Söhbət YouTube-dan gedir. Belə əziz dostlar, bura Yekta Mall'un giriş hissəsidir. Gözəl fəvvarələr, mağazalar günü-gündən inkişaf edir. Buralarda da yeniliklər olur. Məsələn, bu ərazi kofe ərazisi, yəni alaçatınma yox. Buranın adı Ottoman Sent Coffee. Burada birbaşa qumun üstündə deyəsən kofe hazırlayırlar. Türk kafesi və insanlara təqdim olunur və göstərəcəm sizə. Bəli əziz dostlar, Ottoman Sent Coffee yeni açılıb. Abla merhaba, nasılsınız? Merhaba, iyiyiz. Herkesi bekleriz Ottoman Sent Cafe'ye. Ottoman Sent Cafe nerede? Mahmudlar Yekta Mall'da. Yekta Mall'da. Burada kumun üzerinde Türk kahvesi. Evet, kum üzerinde Türk kahvesi, filtre kahvesi, menengiç kahvesi, Evet. safranlı kahve ve flozunlarımız var. Yeni açıldınız öyle mi? Açıldı, evet. Hayırlı olsun, bol Teşekkür kazançlar. ederiz. Teşekkürler. İzleyicilerimiz de gördü. İsteyenler gelip bakın. Şimdi hazırlıyorsunuz öyle mi? Aynen, şu an dibek kahvesi hazırlıyorum. O sıcaktır, onun üzerinde. Tabii, kum sıcak. Çok Kum ilginç. üzerinde hazırlıyoruz. Böyle əziz dostlar, bakın necə maraqlı bir görüntüleri üzerine geldi. Bunlarda da servis ediyorsunuz öyle Aynen, mi? böyle servis yapıyorum. Bu eski Osmanlı stili. Osmanlı, evet. Osmanlı esintisini buraya getirdim. Burada kostümlerle fotoğraf da çekilebilirler. Ha. Bakın aziz dostlar, bu papaklar Türk eski. Havuz başında kahvelerini yudumlayıp serinleyebilirler. Evet, böyle gösterelim o zaman. Bakın aziz dostlar, burada kofeden alırsınız, qəhvədən. Və belə gözəl, sakit havuz kənarında oturup istirahat edeceksiniz. Ventilatorlar da çalışır. Allah size kolay gelsin, teşekkürler. Kolay gelsin. Görüşürüz inşallah. Siz de gelin Ottoman Sent Coffee'de istirahat edin. Bu da menü. Bunu da göstereyim gelmişken. Bakın burada qiymətlər yazılır. Belə, indi isə biraz baxaq. Saat 9'dur, ona göre insanlar hamısı istirahat edirlər. Alışverişe çıxırlar. İndi yuxarı gedəcəyik. Baxaq yuxarıda nə var, nə yox. Artıq Mahmudlarda olsun, Alanya'da olsun, hər yerdə turistlər görmək olur. Qarşına gələn hər 10 nəfərdən bəlkə də 7-8-i xarici vətəndaşlardır, turistlərdir. Həm daimi yaşayanlar, həm istirahata gələnlər. O isə arkadakı kompleks Yekta'nın ən böyük yaşayış kompleksidir, premium kompleksi. İnşallah orada da çox mənzillər var satışda. Nə vaxtsa oranın da ümumi videosunu çəkib sizə təqdim edəcəm. Qısa zaman oradan videolar paylaşıram. Amma oranı tam çəkmək üçün yəqin ki mənə bəlkə də 20 dəqiqə, yarım saat vaxt lazım. Qarşıda da yeni uşaq Kids Play Park açılıb. Uşaq əyləncə yeri. Orada uşaqlarınızı gətirə bilərsiniz.
Burada da Vago Alanya. Əvvəl Big Chef idi, videomuz var. İndi yeni bir restoransı Vago Alanya. Orada olmamışam, amma deyirlər ki, maraqlı yer. Burada fotozondur. Keçək buradan. Burger King vesaire fast foodlar burada var. Bu tərəfdə isə uşaqların əylənməsi üçün gözəl yer. Evet, bırak. Hətta burada uşaqların maraqlı vaxt keçirməsi üçün baxın, basketbol səbəti də qoyulub. Meydança çizilib. Qəşəng. İstirahət üçün hər cür şərait var. Hamınızı Alanya'ya dəvət edirik. Alanya'da, Mahmudlarda, digər məhəllələrdə mənzil sahibi olmaq istəsəniz, belə gözəl komplekslərdə yaşamaq istəsəniz, əlaqə saxlayın. Qısa bir zamanda siz də istəyinizə çatacaqsınız. Bir daha bizi 25.000 abunəyə yetirən bütün izləyicilər, tamaşaçılara tək-tək təşəkkür edirəm. Sağ olun, var olun. Və videomu da yekunlaşdırıram. Gələn videolarda görüşənədək.